Herkese salam. Bilirsiniz bugün ne edeceğiz? Gelin birlikte yeni bir dile, belə deyək, rengarenk bir giriş edək. Ve heç narahat olmayın, söz verirəm. Hem çok eğleneceğiz, hem de göreceksiniz ki, heç de çətin değil. Yaxşı, bəs indi sizə bir sualım var. Hazırsınız? Cəmi, baxın, bir neçə dəqiqənin içində tam 11 dənə yeni söz öyrənməyə nə deyirsiniz? Bugün Azərbaycan dilindəki o gözəl rənglərin dünyasına balaca bir səyahət edəcəyik. Gəlin başlayaq. Deməli, işə hardan başlayırıq? Əlbəttə ki, təməldən. Yəni, rənglərin öz adlarından. Mən deyəcəm, siz də diqqətlə qulaq asın və çalışın ki, məndən sonra təkrarlayasınız. Razılaşdıq? Və ilk rəngimiz gəlir. Qırmızı. Gəlin hecalarla deyək, daha asan olsun. Qır-mı-zı. İndi siz deyin. Əla. Bəli, qırmızı. Davam edək. Növbəti rəngimiz təbiətin rəngidir. Yaşıl. Gəlin birlikdə deyək. Ya-şıl. İndi tək siz. Çox yaxşı. Bəs günəş hansı rəngdədir? Əlbəttə, sarı. Bu, deyəsən, çox asandır, hə? Gəlin deyək, sarı, möhtəşəm. İndi isə səmaya, dənizə baxanda gördüyümüz rəng mavi. Çox sadə, cəmi 2 heca, ma-vi. Təkrar edin görüm. Süper, əla gedir. Yaxşı, keçdik klassik bir rəngə. Qara, hecalarla. Qa, ra. İndi sizin növbənizdir. Afərin. Deməli, bu ilk partiyanın son rəngi qaranın tam əksidir. Nədir o? Ağ. Qısa və asan, düzdür? Ağ. Həqiqətən əla gedirsiniz. Amma bu hələ hamısı deyil. Gəlin lüğətimizi biraz da zənginləşdirək. Növbəti sözümüz sizə çox tanış gələcək. Narıncı. Elə bildiyimiz meyvə var ha, narıncı. Bax, onun adıyla eynidir. Həm meyvə, həm də rəng. Gəlin deyək. Narıncı. Bu söz biraz uzun səslənə bilər, amma qulağa çox xoş gəlir. Bənövşəyi. Gəlin yavaş-yavaş deyək. Bənövşəyi. Bir daha yoxlayın. Əla alındı. Sıradakı rəngimiz çəhrayı. Diqqət edək hecalara. Çəhrayı. İndi də siz. Möhtəşəm. Davam edirik. Növbəti sözümüz qəhvəyi. Yəqin ki, fikir verdiniz. Qəhvə sözünə necə də bənzəyir. Elə oradan da yaranıb. Gəlin birlikdə tələffüz edək. Qəhvəyi. Və nəhayət sonuncu sözümüz bu siyahıda boz. Çox qısa, çox sadə. Boz. Sizi təbrik eləyirəm. Siz indicə 11 dənə tamamilə yeni Azərbaycan sözü öyrəndiniz. Amma ən maraqlısı indi başlayır. Gəlin baxaq bu sözləri cümlədə necə işlətmək olar. Yaxşı, sözləri öyrəndik. İndi nə etmək lazımdır? Onları işlətmək. Gəlin bu sözlərə biraz can verək, cümlələrdə istifadə edək. Və inanın mənə, bu heç də çətin deyil. Bu hissədən sonra ətrafınızdakı istənilən şeyin rəngini deyə biləcəksiniz. Hazırsınız? Baxın, bütün məsələ bu sadə sual-cavabdadır. Sual belədir. Bu nə rəngdədir? Cavab vermək isə demək olar ki, uşaq oyuncağıdır. Sadəcə bu deyirsiniz, rəngin adını qoyursunuz yanına, axırına da balaca bir şəkilçə əlavə edirsiniz. Dır. Məsələn, bu qırmızıdır. Gördünüz necə asandır. Gəlin bir nümunə ilə baxaq. Təsəvvür edin, əlinizdə mavi bir qələm tutmusunuz. Mən sizdən soruşuram, bu nə rəngdədir? Siz nə cavab verərsiniz? Bəli, tamamilə doğru. Bu mavidir. Bax, eyni məntiqlə bu yaşıldır, bu sarıdır deyə bilərsiniz. Artıq bacarırsınız. Super. Artıq əşyaların rəngini deməyə bacarırıq. İndi isə gəlin söhbəti bir pillə yuxarı qaldıraq, onu daha maraqlı, daha şəxsi edək. Məsələn, kimdənsə onun sevimli rəngini necə soruşmaq olar? Bax, bu cümləni mütləq yadda saxlayın. Bu sizin açar cümləniz olacaq. Sənin sevimli rəngin nədir? Yəni, biri ilə tanış olanda söhbətə başlamaq üçün super bir sualdım. Gəlin birlikdə aydın şəkildə deyək. Sənin sevimli rəngin nədir? Yaxşı, bəs kimsə bu sualı bizə versə, cavab vermək heç də çətin deyil. Şablon belədir. Mənim sevimli rəngim və salam nöqtələrin yerinə öz sevdiyiniz rəngi qoyursunuz.
Deyək ki, qırmızını sevirsiniz. O zaman deyirsiniz, mənim sevimli rəngim qırmızıdır. İndi sizdən bir şey xahiş edirəm. Bir anlıq dayanın, öz sevimli rənginizi düşünün və bu cümləni qurun. Hazırdır? Super. Və artıq demək olar ki, sona çatırıq. Amma bir anlıq düşünün, cəmi bir neçə dəqiqə əvvəl heç nə bilmirdik. İndi isə əlimizdə Azərbaycan dilində qısa bir söhbət etmək üçün hər şey var. Bu möhtəşəm deyil? Gəlin öyrəndiklərimizi sürətli bir şəkildə ümumiləşdirək. Deməli biz nə etdik? Cəmi 3 sadə addım. Birincisi, rənglərin adlarını öyrəndik. Qırmızı, yaşıl və s. İkincisi, sual verməyi və cavablamağı öyrəndik. Bu nə rəngdədir? Bu, mavidir. Və üçüncüsü, söhbəti daha maraqlı etdik, öz zövqümüzü paylaşmağı öyrəndik. Bu, həqiqətən də böyük bir addımdır. Yaxşı, getməmişdən əvvəl balaca bir yoxlamam. Hazırsınız? Diqqətlə qulaq asın. Mən deyirəm ki, mənim sevimli rəngim bənövşəyidir. Fikir verin, siz artıq bu cümlənin nə demək olduğunu tamamilə başa düşürsünüz. Elə isə sual belədir. Mənim sevimli rəngim hansıdır? Əgər cavabı tapdınızsa, sizi ürəkdən təbrik edirəm. Bu o deməkdir ki, hər şeyi mükəmməl mənimsədiniz. Afərin sizə.